ağzı kəsilər olur. Onlar alanda qalır. Hal-hazırda bunun ziyarətinə bugün gəlmişik. Dünən də mən sinif yoldaşımla, dostumla gəlmişdim. Yağış imkan vermədi, buraya girə bilmədi. Dünənləri axşamüstü Marif adında oğlan gəlib, şəhidləri bax, belə məzarlarını təmizləyib, yolunu açır, çox sağ olsun, Allah onun ölənə rəhmət eləsin. Allah Teala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlət başçımızı, Erdoğan'ı qorusun. Hökumət dairələrindən xahiş edirəm ki, bu şəhidləri heç vaxt yaddan çıxartmasın. Dünyada hər yer gedir bizim möhtərəm prezidentimiz Mehriban xanım bütün kəndlərdə birinci məscidləri ziyarət edir. O məscidlərin biri də 300 illik bundan qabaq bizim Başıbel kəndindədir. Həmin məscid durur. Məscidi düzdür, təmir eləmək lazımdır. Ermənilər yandırıb, dağıdıb, amma qarları durur. Mən xahiş edirəm, şehitlər kəndi olduğu üçün möhtərəm prezidentimizdən, Mehriban xanımdan bu şəhidləri gəlib ziyarət eləmək üçün çox çətinliklər çəkirik. Yolumuz yaxşı deyil, internetimiz yoxdur. Çox xahiş edirəm şəhidlərin əbədiləşdirilməsi üçün bizim Başıbel xalqına, Başıbel şəhidlərinə yaxından kömək eləsin. Allah onun ömrünü uzun eləsin, onlara can sağlığı versin və mən xahiş eləyərdim ki, Başıbelin məscidini, Başıbelin şəhidlərini ziyarətinə Mehriban xanım, İlham Əliyev gəlsin və bu əraziləri görsün. Sağ olun, ömrünüz uzun olsun, çox sağ olun. Sağ olalım, Allah şəhidlərimizə rəhmət eləsin.